maşın var. Hələ sən maşının vaxtında bircə qürurumdan, şərəfimdən əlimdən gedənlər üçün heyifsizlənir, təkcə cavan olan Allah rəhmət nə qədər şəhidlər vermişim. Ümumən dünyada nə qədər İslamlı şəhidlər vermişim. Allah hamısını Allah tanrı onları Peyğəmbərə bağışdır. Allah onları Peyğəmbər balalarına ayırır. İnşallah İmam Zamana layiqli əsgərlər olsunlar. Ulan, dünənki başlığı da yazmışdım. Qanımızla yüksələn bayrak. Bu bayraq ki var, məndən sağda, solda, bu nəzarlar üstündə və digər yerdə bu dövlət atributudur. İki şeydən biridir, biri gerbidir, biri də bayraqdır ki, bunlar müqəddəs sayılır. Bunların olmamağı, xalqın olmamağı, bunların olmamağı xalqın ümumən də bir xalq kimi yaşamağa haqqı olmayan bir şeydir. Hər bir xalqı, dövləti, ölkəni onu göstərən onun gerbidir, onun bayrağıdır. Bu bayraqlar da hər bir yerdə bizim qanımızla yüksəkliyə qalxır. Allah onu oradan endirməsin. Allah Teala gələcək nəsillərimizi də müharibə alovu ilə heç vaxtı sınağa çəkib imtihan eləməsin. İstərdim ki, yurdumuzda, yuvamızda daimi, əbədi əmin-amallıq olsun. Bundan sonra müharibələrlə, belə qlobal hadisələrlə üzləşmək. Bir də ki, son sözüm budur. Burada demişəm, bir dəfə çəkmirsən. Həyatda hər şey müvəqqətidir. Bu gördüyümüz nə var, hamısı müvəqqətidir. Bir zamanı gəlib bu yer kürəsi yetişəcək ki, onun bir canlısı qalmayacaq. Hətta Mələkül-Mövt, yəni Həzrəti Əzrailin özü də öz canını alacaq və neçə illər dünyaya səda olunacaq. Amma hər nə aradan geçsə də, bu qəhrəmanların haqqı heç bir nə bu dünyada, nə o dünyada itməz. Yəni, şəhidlər elə bir müqama gəlib çatarlar ki, çox insanlar var ki, Allah təbərək və Teala Qur'an-ı Kərimdə 10 dənə heyvanın adını çəkir ki, onların dərəcəsi var Allah yanında, hörməti var, hörməti var. Milyardla insanlar onların qiyamətdə dərəcəsinə həsəd aparar ki, ay Allah, gör, o qədər də döyürəm, mən, o qədər də döyürəm. Amma qalsın ki, bunlar artıq Allahın ən sevdiyi, ən bağışladığı, hamıdan üstün tutduğu bəndələrdir. Biz bu məkanı özümüzə həmişə müqəddəs və ali bilməliyik. Və bilməliyik ki, bu qədəm qoyduğumuz yer doğrudan da nurani bir yerdir. Bu torpaq o bir torpaqlardan fərqlidir. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can sağlığı, xalqımıza əmin-amallıq diləyir. Təhiyyətən rəhmət Allah. Allah rəhmət eləsin.
Abidanı da çək gəl də. Salam Müslüm. Bir de sen saati Əvvəla düz 6 il bundan öncə may ayının 5-də bax burada səhər sübhdən hardasa səhər idi yadımda da indi kimi bir sərin hava idi. Saat 8 olardı buradan getmişik. Abdullah'ı bax bu küçə ilə apardıq, maşına mindik getdik. Hərbi komisarlığa. Oradan əskəri xidmətə yola salmışıq. Elə çıxır ki, ondan elə orada da ayrıldı. Və getdi, 5 ayın əskəri müharibə başladı. 2020-ci il ölkə başçısı Prezident İlham Əliyevin verdiyi fərmana əsasən 22 sentyabrda artıq döyüş başladı. Və oktyabr ayının ikisində də Antalya şəhəri geçdi. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Hal-hazırda bizim məhəlləmizdəyik. Abdullah'ın yaşayıb, böyüyüb, boya başa çatdığı məhəllədir bura. Hemen bir yerde dayanmışıq, məhəlləmizin çıxışında da sağ olsunlar ki, imkan verdilər, bu abidəni yaratdıq, tikdik ki, gələcək nəsillərə bizdən bir xatirə, bir örnək qalsın ki, bizim belə bir məhd, rəşadətli, fədakar oğullarımız olur. Allah şəhidlərimizə rəhmət eləsin, Allah xalqımızı qorusun, cəmaatımızı qorusun. Şəhid valideynlərlə Allah'tan səbir diləyirəm, burada yazmışdım. Arzusu ürəyində qalan bu gənc əskərin solmuş baharı vətən yoluna. Nakam tarihində sələmü, adını şəhid yazdılar məzar başında. O dünyasında 18 bahar görüb, onsuz aylar, illər çox qəmli ötür. Bir payız səhəri gözlərin əbədi yumub, qopub, ömrün yarpağı cavan yaşadı. Allah rəhmət eləsin. Dünyasını cavan yaşadı, mərd yaşadı, elə cavandı dedi. Xatirələrimizdə, xəyallarımızda da elə necə var elə. Şəkildə necədir? Düzdür, xəyallarda uşaqlıq vaxtı da canlanır. Bu əskər getdiyi vaxtı canlanır. Bundan nə etmək olur? Allah rəhmət eləsin. Hər gün düşünürük, hər gün fikirləşirik, hər gün xəyallar qururuq Abdullah ilə bağlı. Necə deyərlər ki, qəlbimizdə onun məhəbbəti bir yuva qurur. Mən bir dəfə çıxışlarımda demişəm, indi də deyirəm. Xalq artisti Lola Kərimovanın Qızıl Fondda saxlanılan bir mahnısı var. Oradakı bir cümlə söz yadıma düşdü ki, inandım ayrılığa. Allah rəhmət